Hər vaxtınız xeyir olsun. Burada mən indi eskiz dəftər turu videosu çəkəsiyəm. Bu eskiz dəftərini mən çoxdan başlamışam, amma tamamlamamışdım. Yarımçıq qoyub başqa eskiz dəftərinə çəkmişdim. Hazırda görünür ki, yarısından çoxunu keçmişim. Az bir səhifələri qalıb tamamlanmağına. Bu eskiz dəftərinə bunu özüm çəkmişəm. Arzu personajımdır mənim. Stiker kimi kəsb yapışdırmışam. Bu da məktubdan nəsə çıxan bir şeydi, xatırlamıram. Bu eskiz dəftərindən ilk rəsmi çəkməyə 2020-də başlamışam. Fevralın 24'ü. Şəkillər qarışmasın deyə mən üstünə skoş yapışdırmışam. Əslində rəngli karandaşlarda skoş yapışdırmağa ehtiyac yox idi. Nəsə mallıq edib yapışdırmışam bunun üstünə də. Bu da Arzu rəsmidir. Bu da həmin gün çəkdiyim Arzunun daha bir rəsmidir. Bunu da skoş yapışdırmışam ki, xarab olmasın deyə. Daha da korlamışam. Bu da həmçinin eyni gün çəkmişdim. Bunu da eyni gün çəkmişəm. Bunun hətta bu bir tərəfində skoş yapışdırmışam. Bu birisine bulaşmasın diye. Aslında buna yapıştırdım bəs idi. Diğer tərəfindən yapıştırmasam da olardı. Bunda da buraya yapıştırmışdım. Bura bulaşmasın diye. Amma aslında qurumasını da gözləsəm bəs eləyərdi. Bunu da eyni gün çəkmişəm Arzu personajını. Bu rəsmlə. Bu rəsm eyni rəsmdir. Eyni daha doğrusu referansdan çəkmişəm. Bu nəsə xoşuma gəlmədi deyə təzədən bir də çəkmişəm. Bu daha yaxşı alınmışdı. Sonra sulu boya ilə gül çəkmişəm. Bunu da skoçlamaq lazım deyildi. Üstünü skoçlamışam. Nəyə lazım idisə. Sulu boya ilə şarlar çəkmişəm. Sonra bunu karantin dövründə çəkmişəm. Bunlar hamısı elə ki 2020-də çəkdiklərimdir. Arzunu çəkmişdim evdə qal deyə. Sonra yenə Arzunu çəkmişəm. Sonra Arzu mangasından tərlanı çəkmişdim. Biraz qəribə durub pozası amma neyse. Sonra kameranı titrətdim. 2020'də Rasta Ferasta diye YouTube kanalım vardı. Başka bir kanal için çekmiştim desem bunu. Speed Painting yoksa elə bu kanal üçün çəkmişdim, xatırlamıram. Saitamanın Seylarumun olarak həmin vaxtı trend nəsə tema var idi. Fərqli personajlar Seylarumun kimi çəkirdilər. Mən də çəkmişdim. Bunu 2025'te çəkmişəm. Bunu eskiz olarak tez bazar. Amma bunu çoxdan çəkmişəm 2020'də. Yox 2021'də çəkmişəm. Bunlar da 2021'də çəkmişəm. Bunlar da 2021'də çəkdiyim anatomiya falandır, bədən pozaları falan. Bu da həmin dövrdə 2021'in rəsmləridir. Bunlardan da göründüyü kimi 2021'də çəkmişəm bunları. Yine de 2021. Bunu mən diğer YouTube kanalım için maskot olarak işlədirdim. Avatarım olarak. Bunu 2021'də çəkmişəm. Bunu da deyəsən. Bunları da 2021'də çəkmişəm. Pozaları Pinterest'ten baxıb çəkirdim. ...2021'də çəkmişəm bunları da. Bu hansı rəsmə baxıb çəkmişdim. Bunlar da yine 2021'de. Bu 2025'te çəkmişəm başka bir YouTube kanalı üçün. Bununla bunu fərqli kağıza çəkmişdim. Prosto kəsib buraya yapışdırmışam. Bunu çəkmişəm deyə. Bunları amma çoxdan çəkmişdim. Nə var çəkdiyimi xatırlamıram. Bunlar 2025'te. 21 mi dedim mən bayaq. Bunlar 2025'te çəkmişəm bu ikisini. Bunu çoxdan çəkmişəm. 2021'də elə bunu da. Deməli diğer rəsmdə 2021'də bu rəsm kağıdında bu eskiz dəftərində biraz aktivliyim olub, amma sonra tərgimişəm. Bu da 2021 olacaq. Bunları eskiz olarak 2021'də çəkmişdim, amma elə belə eskiz idi. Yəni çöp adam kimi idilər. Sadəcə line artını falan bu rənglərini 2025'də eləmişəm. Ona göre 2025 sayılır. Formalarını falan verib. Buradan artık 2025'ler başlayır deyəsən. Bu da 2025'tim. Ayda çəkmişəm bunu. Hansısa mahnını dinleyip həvəsi gəlmişdim. Onu da çəkmişdim. Fire on Fire mahnısında. Bunu karandaş test videosunda çəkmişdim. Göz görüm karandaşın kutusu hardadır. Deyəsən bu karandaşıydı mənim. Onun üstündeki resmini çekmiştim. Aha bura.
Bu karandaşın üstündeki rəsmdir. İçindeki karandaşlarla çəkmişdim ki, test edirdim. Karandaşdakı rənglər üstündeki şəkli çəkə bilirmi özün rəngləri. Belə pis deyil əslində. Demək olar ki, yaxınlaşıqdır. Bəlkə böyük seti olsaydı tam ola bilərdi bu cür. Bu məndə neçə seti idi? 18'lik setdə çəkmişəm. Pis karandaşlar deyirlər. Evet, tərəfə aşağı çevirdim. Bunu random çəkmişdim. Bunu isə nəsə kardona çəkmişim. Kardonu çəkəndən sonra buraya yapışdırmışam. Boz rəngli ya da seri rənglərdə bir şey idi. Sarımtıl kimi. Üstündə karandaşlar amma qəşəng oturur bu rənglər falan. Çox xoşuma gəlir. Bunu mayda çəkmişəm. Bunu nə ara çəkmişəm bilmirəm. Yarımçıq çəkmişdim. Burada nəsə storyboard çəkmişəm. Nəsə hekayə kimi. Bəlkə bunun nəvəsini tamamladım. Yazılarda heç xatırlamıram. Burada da tərlanı çəkmişəm. Əslində başqa personaj olasıydı. Sonra çəkərkən tərlan olsun deyə qərar gəldim. Bunu brush penlə çəkmişəm. Deyəsən bununla çəkmişdim. Belə ucu var. Fırça uclu. Ki bu fırça uclu qələmləri istifadə etmək mənə biraz çətin gəlir. 3-4 dənə fırça qələmim var. Onlarla çəkmişəm. Bunun videosu olası bu kanalda. Speed Paint'i. Animenin adını unuttum. Mən özüm baxdım anime idi. Neyse adını unutduq amma görənlər bilərsiz kimdir deyə. Sonra Sailor Moon'dan Mamoronu çəkmişəm. Belə. Üstünü skoçlamasam dolardı. Bu tərəfə onsuz da heç bir şey çəkmirəm. Niyəsə skoçlamışam bunu da. Burada da nəsə hekayə üçün bir şeylər çəkilmir, yarımçıq qalıb. Bunu isə tikmək istəyirdim. Pinterest'te ya da hardasa görmüştüm. Bu cür bir oyuncaq ya tikmə ya da toxunma istəyirəm deyə bunu çəkmişdim. Sonra bunları random çəkmişəm. Tez bacar. Bu həmin fırça qələmlə çəkmişəm. Bunlarsa adi incə linerlarla çəkmişəm. Bu isə mən rəngli ruçka ilə çəkmişdim. Rəngli ruçkam. Deyəsən bunun rəngləridir. Aha, bunun rəngləri ilə eləmişəm bunu. Rəngləri çoxaltma deyə. Maraqlı ruçkadır amma haydi ki ondan tam şəkil çəkməyəcəm. Burada da həmin ruçkanı istifadə eləmişəm. Burada karandaşla prosto çəkmişəm. Bunu qara karandaşla çəkmişəm. Bunları skoçlamaq lazım idi ki bu tərəfi keçməsinlər. Beləcə bu tərəfi keçməyirlər. Amma üstləri çox parıldayır. Mat olsa daha yaxşı olardı. Bunu da həmin brush penlə çəkmişəm. Random ilə internetdən gördüyüm hansı olan rəsm idi deyəsən. Bunu məsəl üçün skoçlamamışam. Bu tərəfi bütün kirlədibdir. Bunu Pinterest'dən baxdım bir oğlan idi. Diğer tərəfin rəsmi çəkeyim. Bunu cücələrlə olan nəsə rəsmdə özümlə elə random çəkmişəm. Necə gəldi baxıb büyük şəkillər falan yükləyib örnəklərlə. Burada daha səliqəli eləmişəm. Amma yenə də istədiyim nəticə alınmayıb. Hətta bunun rənglərkən ucuz deski marker işlətmişəm. Marker ya da brush pen idi. Burada da Levi'dir. Tapın Titan'dan. Bunu internette gördüğüm bir tane kız resmi vardı. Güzel idi diye çektim. Ama çok da resmi yok idi. Bazar çektim sadece. Maraqlı alındı. Bu ise dostumun yarattığı oyun için olan personajın resimleridir. Kapak resmi için örnekler hazırlayırdım necə çəkim diye. Axırsız sadece özünü çəkəsi oldum. Nəsə ejdahalar məndə alınmır diye. Burada da həmçinin ejdaha ilə həmin mavi saçlı ev çəkmeye çalışmışam. Burada da. Nəsə alınmayıb məndə. Ona görə vazgeçdim. Bu da Elif'in özüdür. Burada da ejdahalar məndə gülməli çıxırlar hamısı. Bunu parıldayan ruçkalarım var mənim. Onlarla çəkmişəm. Bu da bayaqki cücələrin real insanların. Bunu internetten tapmışdım deyəsən. Belə bir rəsm uşaq olan. Nəsə qəribə görsənirdi. Yəqin aynı eləmişdilər. Amma xoşuma gəldi deyə mən də onu öz bildiyim kimi çəkdim. Bu məşhur rəssamın əsəridir. Burada haqqında məlumatları yazmışam. Özüm də xatırlamıram. 1831-ci ildə çəkilən rəsm əsəridir kiminsə. Prosta anime stilində çəkmişəm. Yenə Levi. Bunun Speed Paint'i olasıdır YouTube'da. Bu da Attack on Titan'dandı. Bunun adını yine unuttum ben.
Sonra Sasuke ilə Freyer'in bu son vaxtlarda məşhur olan pozasını çəkmişdim. Bu da Sasuke'nin bir ara məşhur olan bir pozasına yaxın bir pozada eləmişəm. Orada əslində əllərini çənəsinin altına qoyub nəsə durub baxırdı. Mən isə sadəcə Orakus'dan çəkmişəm. Həm də biraz böyüyünü çəkmişəm çaşıb. Bu da sulu boyanı test edirdim. Bir də zərli sulu boyam gəlmişdi mənim. Bu. Bundan buralarına falan getmişəm parıldamağı. Sulu boya üçün uyğun olan kağız da değildi. Mən də çox sulu boya ilə çəkən deyiləm deyə biraz qarışıb alım. Amma yenə də maraqlı görsənir məncə. Pis deyil əslində. Hətta şirin alınıb biraz. Bu da Atokon Titan'dan Pierre'dir. Pierre Finger. Bunun ad soyadını da yazmışam deyə. Biraz üzü korlandı. Çünki videoda yine çəkərkən videonu qoyub həm də özüm yaxınlaşma çətin olur çəkərkən. Ona görə biraz qəribə alınır videonu çəkilən. Bunu canlı yayımda çəkmişdim. Elə random. Özümdən elə belə qız çəkdim. Bunu da onun ardınca çəkmişdim canlı yayımda. Bu da elə randomdur. Bəlkə ola bilsin bunu personaj elədim. Çünki maraqlı görüntüsü var. Sonra Arzu ilə Aynur'dur. Aynur, Arzu. Mənim Arzu mangasından. Bunu çəkməyim hardasa yarım saat kimi vaxt alıbdı. Speed Paint'i var idi. Bunun yadından çıxdı. Deyəsən var, yükləmişəm YouTube'a. Bunu tezəkcə çəkmişəm. Yükləmişəm. Bunlarda tez bazar eskizlər eləmişəm. Çünki video açıb video çəkərkən həm eskiz, həm personajı çəkmək çətin olur deyə. Burada bir iki dənə bugün eskizlər çəkmişəm. Birisi budur. Birisi budur. İşte eləmişəm. Xaba taslaq. Bunu ve bunu internetten gördüğüm bir şekilde. Bu Pinterest'ten götürmüşəm bunu. Pozalar olur orada. Artık collab üçün falan oradan götürüp çəkmişəm. Başka var mı? Yoktu. Bunu anime gitar çalan oğlanla qız olsun istemiştim deyə. Çoxdan ki ideyam idi. Onu şeyləmişəm, çəkmişəm. Taslaqı atmışam daha doğrusu. Bunu isə internetten götürdüyüm rəsmdən çəkmişəm. Davamında orijinalına baxmayasıyam. Çünki istəmirəm orijinalını kopyalayım. Sadəcə kompozisiya ilə bu paltar şeyini falan götürmüşəm. Çətirdə gəzən kəsəyin çox xoşuma gəlmişdi deyə. Ona görə bir də eskizini çəkmişəm. Amma line artını falan sərgiyə salmasını eləməsin. Bunları video ilə eləyəsiyəm çox güman ki. Burada da portretdir. Burada bilmirəm bir tanınır mı, tanınmır mı? Bir də məşhur personaj var. Onu çəkəsiyəm. Oyun personajı. Yox, bu qədər. Bu eskiz dəftərini çalışacağım. Bir iki günə tamamlayayım. Ola bilsin bunların hamısını tez bazar çəkdim. Videolar olsun deyə istəyirəm. Yeni eskiz dəftərlərini keçim. Bu eskiz dəftərindən oje biraz verilmişəm. Amma yenə də səhifələri çox qalıqdır, təəssüf ki. Ama çalışacağım çəkmə. Bəlkə də ola bilsin canlı yayında çəkdim bunun qalan səhifələrini. Ya da bir gündə çəkmək üçün challenge elədim özüm üçün. Dəqiq bilmirəm. Onu da yaxın zamanda qərar verəndən sonra biləsiyəm necə çəkəcəyimi. Bir də. Görüşmək üzrə. Özünüzdən müğayət olun. Eskiz dəftər turları, videolarım maraqlı gəlirsə baxsanız çox şad olaram. Axıra kimi baxsanız lap şad olaram və yorum yazsanız daha da şad olaram. Dostlarınızla paylaşsanız biraz da şad olaram. Görüşmək üzrə. Ola bilsin bu videonun davamında bunu çəkdim. Bunu. Bu videonun davamında ola bilsin çaladım bunu. Ya da çalamadım. Qərar verməmişəm. Əsas olan axırda videoya baxanda bilərsiniz ki, bunu çəkmişəm ya çəkməmişəm. Hətta bunu əlavə eləsəm videonun axırına özümün ailə oxutduğum mahnı var idi. O mahnılardan birisini də qoydum bəlkə. Maraqlı olar.